Dediniz ki, akademik nəticələri yüksək olan tələbələr, onlar güzəştlər olunur. Bəzən olur ki, akademik nəticələri yüksək olan tələbələr, çox ağıllı tələbələr, fərdlər, amma davranış kodeksinə uyğun olmayan hərəkətlər eləyə bilirlər. Bunun, yəni universitetdə məsəl üçün qarşılaşdıqları problem, rəhbərlikləri ilə filan qarşılaşdıqları problem hansısa hərəkətə görə, təhsil haqqının dediyiniz kimi semestrdən semestrə faizin aşağı düşməsi və yaxud qalması buna təsir eləyirmi, yoxsa yox? Universitet mənfi rəy yazarsa, məsəl üçün bununla bağlı. Bu institusional olaraq bu məsələ tələbə və müəssisənin arasında bağlanmış müqavilə, o ona təhsil haqqı müqabilində tədris verir, tədris planını icra edir və onun tələbənin necə ki, müəssisənin öhdəlikləri o tədrisi keyfiyyətli şəkildə ona çatdırmaqdır. Tələbənin də öhdəlikləri o tədrisi qəbul edib, öyrənib, geri qaytarıb öz müvəffəqiyyətini almaqdır. Və bu da davranış kodeksi də bunun digər tərəfi. Təbii ki, müqavilədə bu hissələri də vardır ki, yerinə yetirməzsə, təbii ki, orada universitetdən kənarlaşma və yaxud da ki, hansısa bir imtahana buraxılmaması, müəyyən bir cəza mexanizminin tətbiqi bu həyata keçirilə bilər. Yalnız yenə də qeyd elədiyim kimi bizim məsələmizdir. Biz yalnız və yalnız nəticəyə baxırıq. Ay sağ olun. Müvəffəqiyyət göstəricisi sistemə 91 plusdursa qeyd elədiyimiz kimi. Bu o deməkdir ki, bu tələbə bizim üçün əla oxuyan tələbədir. 71 plusda yaxşı oxuyan tələbədir və belə də bizim sistem tərəfindən qiymətləndirilir. Ya da ki, xaric olunubsa nəticəyə baxırsınız, hansı səbəbdən xaric olunmasına baxmırsınız da belə. Təbii ki, təbii ki.